Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Aran qəzetinin iştirakı ilə rayonun ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirlər bu dəfə Ağabəyli kənd ümumorta, Cəfərbəyli, Hacıbədəlli, Fəroğullar, Hüsülü və Rəncbərlər kənd tam orta məktəblərində keçirilib. Görüşlərdə şagirdlərlə yanaşı sözü gedən məktəblərin direktorları, psixoloqlar, uşaq birliklərinin rəhbərləri və valideynlər də iştirak edib. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, sözü gedən şöbənin baş məsləhətçisi Sevinç Niftalıyeva, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin həkimləri İradə Məmmədova, Tünzalə İsmailova, Aran qəzetinin redaktoru Məhsəti Musa çıxışlarında erkən nikahların, qohum evliliklərinin, zərərli vərdişlərin fəsadları haqqında ətraflı danışıblar. Xüsusilə kəndlərimizdə rast gəlinən qohum evliliklərindən danışılarkən bildirilib ki, qohumlar arasında evlilikdə eyni genetik defektlərin övladlara keçmə ehtimalı yüksək olur. Bu, qüsurlu genlərin iki valideyndən də ötürülməsi ilə uşaqlarda irsi xəstəliklərin əmələ gəlməsinə gətirib çıxarır. Nəticədə zehni qeyrilik, eşitmə və görmə problemləri, fiziki qüsurlar, qan xəstəlikləri və metabolik pozğunluqlar kimi ağır xəstəliklər meydana çıxır. Erkən evliliklərdən danışılarkən isə şagirdlərə izah olunub ki, erkən yaşda evlənən şəxslər, xüsusilə qızlar, emosional və zehni baxımdan evlilik məsuliyyətini daşımağa hazır olmur. Ailə içi münaqişələr, yeni mühitə uyğunlaşa bilməmək ciddi narahatlıqlara, tez-tez depressiya və özünə qapanmaya səbəb olur. Gənc yaşda evlilik şəxsiyyətin sərbəst inkişafına maneə yaradır. Həmçinin bu evliliyin sağlamlığa vurduğu zərbələr qaçılmazdır. Fiziki baxımdan hələ tam inkişaf etməmiş qızlarda erkən hamiləlik ana və uşaq üçün təhlükəlidir. Gənc yaşda hamiləlik ana və ya uşaq ölümünə də səbəb olur. Bu evliliklər zamanı yeniyetmələrin bədəni əlavə stres və enerji itkisindən zədələnə bilir. Eyni zamanda erkən nikah, təhsil və karyera imkanlarının itməsi, iş və iqtisadi azadlıqdan məhrum olma, hüquqların pozulması, ailə daxili münaqişələr və digər problemlərə gətirib çıxarır. Şagirdlərə həmçinin zərərli vərdişlərin fəsadlarından, ilk vaxtlarda aldadıcı həzlərin sonradan insanın kabusuna çevrilməsindən danışılıb, onlara istər dost tanışın, istər başqalarının təklif etdiyi, adlarını bilmədikləri, mənşəyi naməlum olan ağrı-kəsici, yaxud arıqlamaq üçün vasitə adı ilə təklif edilən hər hansı həblərdən, konfeti xatırladan vasitələrdən uzaq durmaq, bu kimi məsələlərlə bağlı şübhə doğuran məqamlarda məktəb rəhbərliyinə, valideynlərə və ya polisə müraciət etmək tövsiyə olunub.